Canlı yayın bizim başımıza oynatır. Niye? Bəy, mən səni qoşmaq istəyirəm, nədənsə yenə də burada problemdir, bilmirəm. Salam dəyərli dostlar, axşamınız xeyir olsun. Biz bugün Tofiq Yaqublu haqqında danışacağıq. Bu mövzuda əgər sizin də suallarınız varsa və yaxud da təklifləriniz varsa buyurub bölüşə bilərsiniz. Mən çalışıram. Ömər bəy, efirə qoşun. Görək alınacaqmı bizim canlı yayımız? Salam bəy, axşamın xeyir olsun. Salam bəy, axşamın xeyir. Yəqin gəl məni görə bilmirsən. Yox, görə bilmirəm. Evi yoxdur. Elə bu şəkildə davam eləyək. Dəyərli dostlardan xahiş edirəm. Salamlayıram hər birinizi. Axşamınız xeyir olsun. Dostlar, zəhmət olmasa bildirin. Efirimizdə hər hansı bir problem, hər hansı bir texniki qüsur varsa biz onu aradan qaldıraq. Necədir? Onu bildirin, zəhmət olmasa onu da bildirin. Səsimizə eşidirsinizmi, yoxsa yox? Evet. Beylə, icazənlə birbaşa keçək mövzuya. Çünki bugün artıq hər kəsin bildiyi kimi 37-ci gündür ki, Tofiq Yaqublu, Müsavat Partiyasının üzvü, Milli Şuranın deməli üzvü. Azərbaycanda mən bəlkə də elə şəxs tapmaq çətin məsələ olar ki, Tofiq Yaqublunu tanımasın. Çünki onun bütün fəaliyyəti, bütün siyasi fəaliyyəti, hətta müharibə vaxtı göstərdikləri, 1-ci Qarabağ Savaşında göstərdikləri şücaət ortalıqda olubdur. Və təsadüfi deyil ki, Tofiq Yaqublu 1992-ci ildə Suqovuşana ilk ayaq basan bölük komandiri olubdur. Və onun adını həmin dövrdə 2 dəfə milli qəhrəmana təqdimatını veriblər. Tofiq Yaqublu həmin prosesdən sonra, yəni Qarabağ müharibəsindən sonra Azərbaycanda ədalət uğrunda, hüquq uğrunda, insanlarımızın yaxşı yaşaması uğrunda, ümumiyyətlə bu ölkənin azad demokratik bir dövlətə dönüşməsi uğrunda siyasi mübarizə aparıbdır və bu mübarizədə səhv eləmirəmsə bu 4-cü uzun müddətli həbsidir və onlarla da inzibati həbsə məruz qalıbdır və bu da azmış kimi hətta o fiziki zorakılığa da məruz qalıbdır bir neçə dəfə. Amma heç zaman öz yolundan, öz düz bildiyi həqiqətlərdən dönməyibdir. Amma son təəssüflər olsun ki, onu 1 il, 17 ay öncə yenidən şərləyib həbs ediblər və o bu həbsinə etiraz olaraq son çarə kimi, çünki bütün ölkədə fundamental azadlıqlar öz etirazını çatdırma formaları tükəndiyinə görə o həbsxanada azlıq aksiyasını başlayıbdır və bugün 37-ci gündür ki, təsəvvür edin, insan 37 gündür ki, sudan başqa heç bir şey qəbul etmir və bugün vəkilinin dediklərinə görə, ondan vəkili görüşübdür bugün və o bildirdi ki, artıq Tofiq Yaqublu su içməkdə də çətinlik çəkir və o bildirib ki, bu nə qədər az olsa da biz bunu bölüşməliyik. Tofiq Yaqublu vəkilinə bildirib ki, artıq mən ölümün ayaq səslərini eşidirəm. Təbii ki, çox çətin məsələdir. 37 gün ərzində insan heç bir qida qəbul etməməsi, yəni bu biraz ola bilsin ki, bizə adi görünən məsələdir.
Amma yeməyimizin vaxtı 1 saat, 2 saat keçdikdə biz hansı vəziyyətə düşürük? Təsəvvür edin, insan 37 gündür ki, heç bir qida qəbul etmir. Həqiqətən də bu təbildir, həyəcan təbilidir və dünən onun növbəti apellyasiya məhkəməsi baş tutdu. Çox təəssüflər olsun ki, onu yenədən baxmayaraq ki, o öz çıxışlarında, öz məhkəmə materiallarında sübut edib ki, onun həbsi tamamilə qondarmadır. Onu şərləyib həbs ediblər. Hətta 9 il müddətinə həbsə məruz qoyublar. Amma Azərbaycan məhkəmələri ki, təbii bilirik hansı əsaslarla işləyir və onu yenidən həbsdə saxladılar. Çox çətindir. Çox çətin bir situasiyadan, çox çətin bir dövrdən keçir Azərbaycan. Elə bugün 4 nəfər şəxs həbs olunubdur. Azərbaycanda həbsxanalarda 360-400 nəfərə qədər siyasi məhbus var. Bütün fundamental haqlar, hüquqlar əlimizdən alınıbdır. Və bugün bütün xalqın gözü qarşısında, bütün Azərbaycanlıların gözü qarşısında gerçəkdən milli qəhrəman, vətən torpağı uğrunda canını ortaya qoymuş, hətta oğlu da bu müharibədə iştirak etmiş, vətən müharibəsində iştirak etmiş bir şəxsə qarşı bu amansız, bu qəddar münasibət davam etməkdədir və bunu da deyim, fikrimi tamamlayayım. Bu xəbər bizim üçün nə qədər acı olsa da ifadə edək ki, biz hər an Tofiq Yaqubunu itirə bilərik və buna görə də biz çalışdığımız qədər əlimizdə olan imkanlar daxilində onun azadlığını usanmadan tələb etməliyik. Buyur bəy, sözü verim sənə. Təşəkkür edirəm Qulu bəy. Belə anlarda salamlayıram bir daha bizim bütün izləyiciləri və mən xahiş edirəm ki, yayımı bəyənsinlər, paylaşsınlar. Çünki bu cür yayımlar bəyənilməlidir, paylaşılmalıdır ki, bu cür məsələlər yayılsın, paylaşılsın. Digər məzmunsuz, mənasız şeylər. Tolstoyun bir Hərb və Sülhdə Pierre Bezuxovun dilindən, qəhrəman obrazın dilindən belə bir sözü var. Deyir, bu qədər ki, pis adamlar yığışır bir yerə, bir kollektiv əmələ gətirirlərsə, niyə yaxşı adamlar bunu eləyə bilməsin ki? Niyə yaxşı adamlarda bu alınmır? Bu cür şeylərin, mənasız şeylərin yayılmağındansa bu cür yayımlar yayılsın. Ən azından bəlkə də sizin bunu paylaşmağınızın, birdən ora bəyənməyinizin sayəsində bizim səsimiz bir nəfərə belə çatsa, bir nəfərin içində belə biz o hayqırtını, o simptomunu, qığılcımını alışdıra bilsək, bu yaxşı bir nəticədir əlbəttə. Və mən çox xahiş edirəm ki, heç kim biganə qalmasın. Bu yayım Tofiq Yaqubluya həsr olunub və siyasi məhbuslara o cümlədən. Tofiq bəy başda olmaqla. Və mənim baxdığım filmlərdə belə bir epizod, diyaloq yadıma düşür. Deyir ki, obrazlardan biri o belə deyir ki, həqiqətə görə məsuliyyət daşımaq lazımdır. O bir də qayıdır ki, düz deyil. Ona görə də hamı ondan qorxur. Məsuliyyətdən qorxurlar. Xeyli bizim adamlarımız. Məsuliyyətdən çəkinirlər. Və məsuliyyəti, bu həqiqətin məsuliyyətini öz üzərinə götürüb, bu mübarizənin məsuliyyətini... Burada qorxulu bir şey yoxdur əvvəla. Adamlar sadəcə o qədər bu məsələdən çəkiniblər ki, onu qorxulu bir hala çeviriblər. Onlara bir qorxulu görünür. Bu məsuliyyətin yükünü, bu məsuliyyətin ağırlığını öz çiyinlərinə götürüb, sözün hər iki mənasında ölüm-dirim savaşı verən bir adam bu günləri Azərbaycan xalqının gözü qabağında dilim də gəlmir deməyə, ölür. Konkret ölür. Yəni, bunu başqa adını, bunu istənilən efemizmdən mən bacararam bunu ifadə eləmək. Amma burada efemizmin yeri yoxdur. Həqiqəti sərt şəkildə demək lazımdır. Tofiq Yaqublu ölür. Adam daha necə ölməlidir ki? Tədricən, yavaş-yavaş, bir dəfəlik nə fərqi var ki? Ölür. Adam ölür və adamın bir anlıq özümüzü, mən təkrar edirəm, hər dəfə bunu təkrar eləmişim, bir daha təkrar eləyək bunu. Siyasi məhbusları düşünəndə bir şey təsəvvür edin ki, Allah heç kimi göstərməsin. Mənim öz başıma gəlib bu. Bacım qızı bir dəfə otaqda bilməmişdi, qapını kilitləmişdi. Qapı kilitləmişdi. Və pəncərəni də mən qorxumdan aça bilmirdim ki, Qulu bəy. Birdən o şüşənin qırıntısızadı dəyə bilər də, uşağa zədələyə bilər. Yəni, fikrimi çatdıra bilirəm. Çünki sındırmaq problem deyildi. Qorxurdum ki, birdən uşaq pəncərəyə yaxınlaşır həmin vaxtı qorxusundan. Qapını da açmağı, o an mən nələr yaşadım, onu bir Allah bilir. Və bir anlıq özünüzə bunu düşünün
o otağın içərisində evə gəlmişsiniz, qapı kilitlidir, heç bir telefon da qalıb maşında tutaq ki, və yaxud da ki, unutmuşsunuz, hər hal internet yoxdur, balansınız yoxdur, otağın qapısı kilitlənir və siz çıxa bilmirsiniz otaqdan, qalmış otaqda. Bu bircə saatlığın içərisində insanın başına az qala hövürlənə bilər insan, o xop basar insanı. Yəni ki, bircə saatlıq təcrid olunmağa fikirləşin. Bircə saatlıq. Və yaxud da ki, Allah eləməsin, belə başınıza bir şey gəlməsin. Bir gün özünüzü otağa bilirədən belə həbs eləyin. Bir gün otaqdan çıxmadan yaşayın. Görün, o mümkündürmü? Mümkün dözməyəcəksiniz. 5-6 saatdan sonra kiməsə zəng gəlib ən azından bir bölüşmə ehtiyacı hiss edəcəksiniz. Niyə bu primitiv? Əslində primitiv deyil, misalları verəcəm. Yəni Tofiq bəy, adam 9 il haqsız yerə, haqlı yer olsaydı, nə biz bu canlı yayıma çağırdığını, Tofiq Yaqublu azlıq aksiyası elan edərdi. Heç eləsə də ona fikir verən olmazdı. Əgər yerdə haqsız yerə, haqlı yerə tutulub. Amma adam haqsız yerə, onun azabı bir yana, o səsini də çatdırmaq istəyir, səsi də eşidilmir. Qara qışqırıq var bu günləri ölkədə. Belə aləm dəyir bir-birinə. Mənasız adamların qara qışqırıq, hay-küy içərisində biz Tofiq Yaqublunun səsini eşidə bilmirik. Gəlin etiraf edək. Heç biz özümüz də eşidə bilmirik. Biz özümüz bu səsi eşitməliyik. Biz özümüz bu səsi eşidib çatdırmalıyıq. Edward Swick'in məşhur bir filmi var. Bəlkə də baxanlar baxıb, Payız əfsanələri. Orada bir epizodda deyir ki, Qulu bəy, dəyərli dostlar, deyir, bəzi insanlar daxili səslərini çox aydın eşidirlər və bu səslərin onlara göstərdiyi yolla gedirlər. Belə adamlar ya dəli olur, ya da əfsanəyə çevrilirlər. Dəli deyəndə ağlınıza o başqa bir şey gətirməyin. Həqiqətən bu adamlar dəli olurlar. Onlara dəli kimi baxırlar. Fikirləşirlər ki, heç kimin eləmədiyi şeyləri bu adam elə dəli-dimi görəsən. Hamı öz mənasız məişət qayğı, mənasız deyəndə ki, yanlış anlamayın, bu məsələlərin yanında mənasız. Məişət qayğılarına vuruşarkən, 100-cü dərəcəli problemlərlə əlləşərkən, bu adamlar ən birinci məsələləri önə çəkirlər. Hansı ki, birinci dərəcəli məsələlərdir. Onların uğrunda vuruşurlar. Bir adamlar həm dəli kimi baxırlar, amma bu adamlar əfsanəyə çevrilirlər. Çünki onlar öz daxili vicdan səsləri var. Onları çox aydın eşidirlər. Nə qədər ağır olsa, heç kimi xətə dəymək istəmirəm, bir çoxumuzdan aydın eşidirlər onu. Aydın eşidirlər və onun uğrunda mübarizəyə atılırlar. Biz o adamların, indi onlar öz daxili səslərini eşitməyə biliyorlar. İndi onlar o səslərini çıxarırlar ki, biz də onları eşidək. Bizim onları eşitməyimizin zamanıdır, vaxtıdır. Qulu bəy toxunacaq məsələyə, mən növbəni, danışıq növbəsini ona verirəm. Amma bunun üçün yollar var. Həm Facebookda, həm X platformasında, Instagramda və ümumiyyətlə bütün sosial platformalarda dayanmadan yazmaq, bölüşmək lazımdır. Qulu bəy indi ona toxunacaq. Mən də icazəsi ilə sonra bu mövzunu davam etdirəcəm. Qulu bəy. Çox təşəkkür edirəm bəy. Deməli, dəyərli izləyicilər, bizi izləyən dostlar bilirlər, tanıyırlar Tofiq Yaqublu kimdir. Mən az öncə, təxminən bir saat öncə bir Hamam Times deyə bir səhifə var. Orada paylaşılmışdı Tofiq Yaqublunun qızı Nigar xanım canlı yayım açmışdı. Həmin canlı yayım əsnasında bir nəfər xanım şərh bölməsinə yazmışdı ki, bu Tofiq Yaqublu kimdir, mən tanımıram. Nə məsələdir ki bu? Mən qeyd elədim Tofiq Yaqublu kimdir, nə üçün həbsə məruz qalıbdır və o öz təəssüfünü bildirdi növbəti rəydə. Bilmirəm, biz ölkədəki bu problemləri Azərbaycan ictimaiyyətinə çatdıra bilirik, yoxsa həqiqətən bizim xalqımız bu problemlərdən xəbərsizdir. Yəni, insanlar bəlkə də tanımırlar müəyyən kəsim əhali ki, ümumiyyətlə Tofiq Yaqublu kimdir, nə üçün mübarizə aparır. Elə o insanlar üçün bəlkə də səsləndirək ki, Tofiq Yaqublu, mən bayaqları qeyd elədim onun həyat tarixçəsini. Amma konkret olaraq onun 9 il müddətində həbsə məruz qoyulmasının səbəbi Tofiq Yaqublunun açıq şəkildə, çəkinmədən, öz konstitusiyon hüququndan istifadə edərək mövqe ortaya qoymasıdır. Bir vətəndaş kimi mövqe ortaya qoymasıdır. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş konstitusiyasında ifadə azadlığı deyilən bir müddəa var. Sərbəst toplaşmaq azadlığı deyilən bir müddəa var. Hərəkət azadlığı deyilən bir müddəa var. Ümumiyyətlə, orada insan hüquq və azadlıqları ilə bağlı çox sayda müddəalar var ki, Tofiq Yaqublu da həmin o konstitusiyon hüquqlarından istifadə edərək
bugün çox təəssüf ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı, digər mitinqlər, küçə yürüşləri qapadıldığı üçün bu millətin üzərinə, hətta quru sərhədlər Azərbaycan xalqının üzərinə qapadıldığı üçün sadəcə olaraq bizim əlimizdə bir sosial platforma var ki, biz sosial şəbəkələr vasitəsilə öz deyəndə bu xalqın, bu millətin problemlərini burada danışırıq, bölüşürük. Azərbaycanda nəyin düz, nəyin düz getmədiyi haqqında öz fikirlərimizi, mülahizələrimizi sosial şəbəkələr üzərindən bölüşürük. Tofiq Yaqublu da eynən bu şəkildə edibdir. Tofiq Yaqublu Azərbaycan hakimiyyətinin siyasi fəaliyyətini, onun seçki saxtalaşdırılması olsun, korrupsiya əməlləri olsun, quru sərhədlərin bağlanması olsun, ümumiyyətlə, Azərbaycan xalqının taleyi ilə bağlı olan məsələləri öz Facebook hesabında paylaşdığı üçün, bölüşdüyü üçün Azərbaycan hökuməti belə qənaətə gəlib ki, bu şəxsi həbsə məruz qoymaq lazımdır və onun cəmiyyətə bu çağırışlarını, bu səsini qapatmaq lazımdır və bunun üçün də nə etmək lazımdır? Tofiq Yaqublunu həbs etmək lazımdır. Və onun balışının altına ömründə görmədiyi müəyyən məbləğdə bir pul vəsaitini qoyub götürüblər ki, sən saxta pul məsələləri heç mən o tərəf, deməli, mühacir alveri ilə məşğulsan, buradan insanları Avropaya göndərib pul qazanırsan falan filan bu kimi absurd ittihamlar irəli sürübdür. Tofiq Yaqublu əslində xaricdəki insanları Azərbaycana dəvət edir ki, onlar gəlsinlər burada siyasi mübarizə aparsınlar. Və məhkəmə materialları, məhkəmə prosesi əvvəldən axıra qədər Tofiq Yaqublu onu o şəkildə ifşa etdi ki, orada hətta bu məsələyə, belə deyək də, Tofiq Yaqubluya hardasa şübhəsi olan adamların hər biri də belə açıq şəkildə gördülər ki, bu iş əslində ona qarşı quraşdırılmış bir şərləmə kampaniyasıdır. Məqsəd nədir? Məqsəd onu cəmiyyətdən təcrid etmək, danışan dilləri, bu ölkədə olan problemləri dilə gətirən şəxsləri, necə ki o digər 360 məhbus var həbsxanalarda, onların sırasına qoymaq. Və insana nə az nə çox 9 il müddətində həbs cəzası kəsdilər. Və Tofiq Yaqublu da əlbəttə ki, buna razılaşmadı. O çıxışlarında bildirdi ki, mənim hal-hazırda 65 yaşım var və mən həbsdən çıxanda mənim 74-75 yaşım olacaq. Mən bilmirəm ona kimi sağ qalacam və yaxud da çıxsam belə neçə ay, neçə il həyatda qalacam. Ona görə də mən ya ölüm, ya azadlıq yolunu seçirəm və bu həyatımı Azərbaycan xalqına fəda edirəm. Əgər mənim ölümüm bu ölkəni azadlığa çıxardacaqsa, demokratikləşdirəcəksə, nə xoş mənəm. Amma bizim də bir məsuliyyətimiz var. Bizim də xalq olaraq, bu ölkənin vətəndaşı olaraq məsuliyyətimiz ondan ibarətdir ki, bizim əvəzimizdən mübarizə aparan, bizim əvəzimizdən bax bu qədər məhrumiyyətləri yaşayan bu şəxsə arxa dayaq çıxmaq bizim vətəndaşlıq borcumuz və məsuliyyətimizdir. Dəyərli dostlar, orada rəylərdə yazan bəzi o trollara siz öz cavablarınızı yaza bilərsiniz. Mən vaxtımızı o hökumət tərəfindən bura göndərilmiş bu yaramazlara ayırmaq istəmirəm. Və biz yüksək səslə mütəşəkkil formada Tofiq Yaqubluya azadlıq tələb etməliyik və bunu usanmadan etməliyik. Çünki o həyatının son anlarını yaşayır. Bayaq Cömərd bəy ifadə elədi, Tofiq bəy ölür, Tofiq bəy can verir. Sözün həqiqi mənasında, fiziki mənasında Tofiq bəy hal-hazırda həbsxanada köçürüldüyü o tibb müəssisəsində can verir. Və biz onun nə qədər prinsipial, nə qədər ardıcıl, dönməz adam olduğunu da bilirik və bilirik ki, o heç bir halda azlıq aksiyasını saxlamayacaq və əgər belə davam etsə, o həyatını orada sonlandıracaq. Bəs onda nə edəcəyik? Onda nələr baş verəcək? Mən növbəti çıxışına bu haqda danışaram. Bəy, sözü verim sənə, buyur. Təşəkkür edirəm bəy, belə məzmunlu çıxışına görə. Oraya yazan bizi xahiş edir. Həmçinin dostlarımızdan xahiş edirəm ki,
Rəy Mən yazsınlar. ona fikir verməm. Mən onu ya blok eləyəcəm, ya dəyərli Bəli. dostlardan Yox, xahiş edəcəm. Onun qoy məqsədi qalsın. də onun bizim efirimizi bu şəkildə Bəli, bəli. ləngitmək. Elə mən ona toxunmaq istedim mövzuya ki, qoy yazsınlar, dostlarımız yazsınlar ki, belə adamların rəyi görünməz olsun və dostlardan xahiş edirəm ki, bu canlı yayıma rəy yazmaq lazımdır. Yəni mütləq ona üzr istəyirəm ifadəmə görə ərinməyin, tənbəllik etməyin, yazın. Bizi vətən xaini adlandıranlara da bir kəlmə buradan demək istəyirəm. Mən bizim ustad şairimiz Məmməd İsmailin sözləri ilə icazə onun bircə yerini dəyişəcəyəm. Deyir ki, vətən tikə-tikə, parça-parçasa, ömür deyilənin sonu borcasa, yuxuya gedibsə içimdə qiyam, dərinin axmağı, çölün dəlisi, elin ipləməsi və nəsi, bir də lap inciyim, nə desən oyam, mən xain deyiləm, atam qardaşım. Tofiq Yaqublu'nun mübarizəsi bugün haqqın ədaləti mübarizəsidir. Vətənpərvərlikdən bugün Azərbaycanlıların çox sevdiyi bir mövzu var. Vətənpərvərlik bəzi xeyli Azərbaycanlıların bir məsələ olan kimi tez vətənpərvərlikdən başlayırlar. Tofiq Yaqublu əsl vətənpərvərlik o şeyindən başlayıb, əsl o necə ki özünü göstərməli meydanından başlayıb. Meydanından başlayıb gəlib bu günlərə kimi və təkcə o vətənpərvərliyi Qarabağ döyüşlərində etməyib. Ondan daha ağır döyüşlərə, daha ağır mübarizəyə atılıb bugünkü meydanda və adam necə vətənpərvər olur, adam necə mübariz olur, onun bizə düsturunu göstərir Tofiq Yaqublu. Və belə bir adamı müdafiə eləmək də vətənə xidmətdir. Vətənə xidmətdir. Adam bizim vətənimiz üçün sözün hər iki mənasında döyüşür. Nəinki. Bugün hətta davam edici zamanda bu döyüşür və Tofiq Yaqublu'nun ölümü mən niyə təkrar edirəm? İstənilən efemizmlə danışıb məsələni yumuşatmağa çalışa bilərəm, amma istəmirəm. Bugün həqiqəti öz adından çağırmaq lazımdır. Adam ölür. Bildiniz ölür. Və Tofiq Yaqublu'nun ölümü bizim üçün ölkə olaraq, dövlət olaraq, millət olaraq ağır bir rüsvayçı ləkə olacaq. Bunu heç vaxt biz öz üzərimizdən, öz alnımızdan silib ata bilməyəcəyik. Ata bilməyəcəyik. Vicdanı olan, ləyaqəti olan istənilən şəxs mənim kimi düşünür. Kim mənim kimi düşünmürsə ləyaqətsiz demirəm, xeyr. Amma bu məsələdə kim bu fikirləri bölüşmürsə, onun vicdanına da şübhə edirəm ləyaqətinə də. Çünki adam təkrar edirəm, bizim də çox sevdiyimiz o vətənpərvərlik mövzusu var ki, bir məsələ olan kimi bəzi azizlanlar, xeyli adamlar başlayırlar, qazi ölümlərini, qazi görmürlər, amma başlayırlar vətənpərvərlik də onunla bürünməyə. Həmin o vətənpərvərlərə də xatırlatmaq istəyirəm ki, Tofiq Yaqublu o məsələlərin birbaşa nüvəsindən gəlib, içindən gəlib, birbaşa o hadisələrin ocağından gəlib, oradan döyüşü dəyişir. Yeri gəlmiş ondan qabaq da adam döyüşüb. Adam 80-ci illərin sonlarında hələ bir xeyli adamlar, bugün ölkənin başına urcaq olan adamlar kommunist biletini atmayanda Tofiq Yaqublu kommunist biletini atmışdı. Hansı ki, bu adamların tərəflədiyi adamlar kommunist biletlərini hələ SSR-i dağılandan sonra 1991-ci il o meşədə SSR-i xitam veriləndən sonra o kommunist biletini nəhayət atdılar. Amma Tofiq Yaqublu hadisələrdən 3-4 il qabaq o bileti atmışdı. Bu adam o dövrdən gələ-gələ mübarizə eləyə gəlir, bugün də döyüşür. Və bugün, bilmirəm Qulu bəy, mən heç bir adamı mübarizəsinə görə, göstərdiyi fəaliyyətə görə aşağılaya bilmərəm, əksinə, hamını təqdir edirəm. Ancaq bu şəxsin mənim öz fikrimdir, şəxsi mülahizəmdir. Tofiq Yaqublu'nun bugünkü mübarizəsi Qarabağda döyüşdüyü bütün o mübarizəsindən daha dəyərlidir, daha lazımlıdır, daha insanidir və daha, belə deyək, bəşəridir və daha ağırıdır. Bugünkü şərəti daha ağırıdır. Mən təkrar edirəm, Qarabağ uğrunda Tofiq Yaqublu'nun döyüşünün üstündən heç bir xət çəkə bilmərəm, amma Tofiq Yaqublu'nun bugünkü mübarizəsi daha bəşəri, daha insandır və ölkə üçün daha faydalıdır, daha lazımlıdır. O biri bizi torpağımıza qovuşdurursa o mübarizənin biri, o biri də bizi insanlıq uğrunda haqlara, hüquqlara qovuşduran bir mübarizədir. Tofiq Yaqublu bunun üçün mübarizə aparır. İnsan haqları uğrunda. İnsan təkcə özünə görə, Tofiq Yaqublu niyə görə düşüb ki? Bugün Tofiq Yaqublu'nun mübarizəsini ona 9 il iş veriblər, haqsız yerə. Onun üçün azlıq edir kimi qələbə vermək biraz axmaqlıqdır həm də. Bəzi adamlar
adamlar bunu özü üçün istədi. Özü Tofiq Yaqublu ora niyə düşüb? Əvvəl ona baxaq. Tofiq Yaqublu Qulu bəy bəyəqləri qeyd elədi. Normal şəkildə hamının yazmalı olduğu məsələləri Tofiq Yaqublu özü yazırdı, çıxış edirdi həftənin birinci günləri Azərbaycan Saatı kanalında, yazılar yazırdı. Bacardıqca o belə deyək çıxışlarında açıq-aşkar, yəni məsələ dəqiqliklə göstərirdi. Nə qədər bacarırsa, nə qədər əlində imkan varsa o qədər. Tofiq bəyin bugünkü ölkədə, Qulu bəy o qədər araşdırma imkanı yoxdur ki, hər şeyi araşdırsın, qoysun. Bir adamın üzərinə düşən məsələni Tofiq bəy 10 qat öhdəsindən gəlirdi. Tofiq bəy Qulu bəy ora niyə görə düşüb ki? Bəyəm öz şəxsi hansısa bir məsələsinə görə mi düşübmü ki? Bugün bəzi adamlar qərar verirlər ki, özünə görə, lap tutaq ki, özünə görə istəyir. Deyək ki, Tofiq Yaqublu ora heç mübarizə də aparmayıb bu adam. Qulu bəy, bir anda belə düşünək. Deyək ki, mübarizə aparmayıb, Tofiq Yaqublu adlı adam dünənləri çıxır meydana və qəfildən adamı haqsız yeri həbs ediblər. Bugün o özünə qarşı olan haqsız məsələni qəbul etmirsə, bundan normal nə ola bilər axı? Siz deyirsiniz ki, Tofiq Yaqublu ona görədir. Özünə lap mən qəbul edirəm, lap özünə görə eləyir. Lap bu şəxsi bir mübarizədir. Deyirsiniz onu da eləməsin, yəni. Bəstirin, ləyaqətiniz olsun, sizin abrınız olsun, həyalınız olsun. Yəni adam özünə qarşı olan haqsızlığı qəbul eləməli deyirsiniz. Təkrar edirəm. Tofiq Yaqublu kimi bir adam təsəvvür edir ki, bu adam ümumiyyətlə saydığımız parametrlərə sahib deyil. Dünən gəlib siyasətə, heç siyasətçi deyil, tutaq ki, sadəcə olaraq indicəsə düşüb həbsxanaya, haqsız yeri. Və adama haqsız yeri 9 il həbs verilib. Adam da öz haqqını, hüququna görə bunu istəyirsə, hətta bu kontekstdən baxanda, Qulu bəy, adam haqlı deyilmi? Haqlıdır da. Adam haqlıdır. Adam lap tutaq, yeri gəlmişkən, burada adamın özünü buna öz belə deyək, şəxsi baxımdan istəsə belə, əslində bu məhkəmənin ləyaqətini qurtarır, xilas eləməyə çalışır ki, siz haqsız yerə qərar vermişsiniz. Məhkəmə, düzdür, mən inanmıram bizdə məhkəmələr ən azından onun fikir. Çünki sifarişlə iş görülən bir yerdən nə gözləyirsən? Amma heç o hökm verən hakimlər gizli, nə səsim gəlir? Bəli, gəlir. Burada gizli nömrədən yığdılar, çox-çox üzr istəyirəm. Mən bunu səssizə verim. Aha. O məhkəmə hakimləri heç olmasa oturub düşünsünlər ki, heç olmasa evdə mən xahiş edirəm, bu yayımı bəyənin, paylaşın, səsimiz onlara çatsın ki, mən onlardan hər hansı bir şey gözləyəcək qədər sadəlöv deyiləm. Amma yenə də çağırış edirəm ki, heç olmasa özü istərində oturub düşünsünlər ki, axı Tofiq Yaqublu bu etirazı ilə bizim ləyaqətimizi, ləyaqət üzümüzü xilas edir. Bu bilirsiniz, bu bir, əgər dövlət dediyimiz bir şey varsa, bu bir dövlət üçün rüsvayçı dəhşətli bir şeydir. Onun ən böyük, ən ali orqanı olan məhkəmə sifariş əsasında, siyasi sifariş əsasında bir insanı motiv nə olursa olsun, siyasi və fərq etməz, haqsız yerə 9 il həbsə məhkum edir. Üstəlik də bu siyasi ümumiyyətlə məsələn, lap belə biabırsı bir vəziyyət alır. Tofiq Yaqublu bugün hamımızı xilas eləməyə çalışır. Və əgər bu xilasa biz qoşulmasaq, bilmirəm, yəqin ki, bilmirəm, mən başqa da tapa bilmirəm, Qulu bəy. Təşəkkür edirəm məzmunlu çıxış üçün. Tofiq Yaqublu əslində əgər özü üçün mübarizə aparsaydı, hər halda Tofiq Yaqubluya olunan, belə deyək də, o müəyyən təkliflər onu dəyərləndirərdi. Mən hesab edirəm ki, Tofiq Yaqubluya ən azından yəqin ki, hər hansı bir nazirliyi belə təklif ediblər, etmək istəyərlər. Çünki Tofiq Yaqublu'nun mübarizəsi əslində bütün Azərbaycanın mübarizəsidir. Tofiq Yaqublu tək özü üçün çalışsaydı, indi çoxdan meydanda yox idi. Tofiq Yaqublu 32 ildir ki, artıq Azərbaycanda bu rejim hakimiyyətə gələndən ona qarşı müxalifətdədir. Bu müddət ərzində o öz prinsiplərindən, öz ardıcıl siyasi fəaliyyətindən bir adım geri qoymayıbsa, deməli onun fəaliyyəti əslində yox, elə bu xalq üçündür. Və onun orada o şəklə salınması da əslində Azərbaycan xalqına bir göstəridir. Azərbaycanda o mübarizə əzmi olan insanlara, Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmaq istəyən insanlara, Azərbaycanda siyasətlə məşğul olmaq istəyən insanlara
bir mesajdır. Azərbaycan xalqına mesajdır başda. Ki, Azərbaycan hökuməti ilə, Azərbaycandakı bu rejimlə kimsə bu şəkildə açıq, prinsipial, ardıcıl mübarizə apararsa, bizim münasibətimiz bundan ibarət olacaq. Yəni, səni uzun müddətli həbsə məruz qoyacaq, sən azlı aksiyası etsən də, orada həyatını itirsən də, bu həm də bizim üçün xalqa bir göstəri olacaq ki, baxın, şərləyib qoymuşam içəri, orada azlı aksiyası keçirdi və həyatını itirdi. Kim mübarizə aparacaqsa, son aqibəti belə olacaq. Yəni, bunun mesajını vermək istəyirlər. Ümumiyyətlə, Azərbaycanda müxalif kəsim insanlara qarşı, Azərbaycanda bu hüquqsuzluğa qarşı mübarizə aparan insanlara qarşı həyata keçirilən, dövlət səviyyəsində həyata keçirilən bu repressiv siyasətin ana xətti, əsas mahiyyəti ondan ibarətdir ki, bu Azərbaycan xalqına göstəridir, göstərgidir. Yəni, mesajdır ki, bax, mübarizə aparanda, siyasətlə məşğul olanda son nəticəsi bundan ibarət olacaq. Qulub özü üstürəm, burada dostlar yazıblar ki, səs kəsildi, bir soruşaq, eşitirlərmi bizi? Burada bir belə Əlişan bəy yazıb, bir yazsın. Buyur, davam edin. Mən çox təəssüf edirəm ki, bugün müharibədə 4 il vuruşub, qəhrəmanlıq göstərmiş, adını 2 dəfə qəhrəmanlığa təqdim edilmiş, Suqovuşana ilk dəfə ayaq basmış bölük komandiri, ermənilər ona heç bir şey eləyə bilmədilər. Ermənilər onu öldürə bilmədilər. Amma bu günləri o Azərbaycan həbsxanasında şərlənib salındığı o həbsxanada artıq ömrünün son günlərini yaşayır. Bir insan nə qədər dözə bilər aclığa? Özdə biz baxsaq ki, Tofiq Yaqublu bir neçə dəfə azlı aksiyası keçiribdir. Onun yaşı artıq müəyyən bəlli bir yaşı var, 65 yaşı var və bildiyim qədərilə müəyyən xəstəlikləri var və belə olan halda Tofiq Yaqublu artıq bugün 37-ci gündür ki, azlı aksiyası keçirirsə, acdırsa, heç nə qəbul etmirsə, biz onun həyatının hər an sonlanmasını, hər an onun komaya düşməsini və hər an onun həyatının sona çatmasını xəbərini eşidə bilərik. Bu çox acıdır, bu çox kədərlidir, amma bizim taleyimizdir. Və nə yazıq ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan cəmiyyəti hələ də bu həbsə öz o verməli olan münasibətini hələ ortaya qoya bilməyibdir. Dostlar, çox təəssüflər ki, bizim efiri vururlar. Bir neçə troll bura daxil oldu. Daha sonra Cömər bəyə gizli nömrələrdən zəng etdilər və nəhayət deyəsən onu efirdən uzaqlaşdıra bildilər. Biz artıq bir saata yaxındır öz Tofiq Yaqublu haqqında həsr etdiyimiz bu verilişi davam etdiririk və hesab edirəm ki, elə mən də bir neçə kəlmə fikirlərimi deyim, sonlandırım efiri. Yəni, bizim məsuliyyətimiz ondan ibarətdir ki, biz, dəyərli dostlar, bizi izləyən dostlar, bu canlı yayımı izləyən dostlar və izləyəcək dostlarımız Azərbaycanda 5000, 3000 nəfər şəxs onsuz da mübarizə aparırlar. Onlar həyatlarını ortaya qoyublar, inzibati həbslərə məruz qalırlar, işdən çıxarılırlar. Hər an təzyiq altında öz mübarizələrini davam etdirirlər. Bu şəxslərlə məsələ aydındır. Biz əslində o yerdə qalan digər kəsim üçün, əgər bu ölkədə həqiqətən səmimi şəkildə haqqın, ədalətin, hüququn ali olmasını istəyən şəxslər üçün şəxslərə səslənirik ki, siz Tofiq Yaqublunun bu şəkildə sıradan çıxarılmasına biganə qalmayın. Tofiq Yaqublu bu xalq üçün, bizim üçün, mənim üçün, sənin üçün, bizim hər birimiz üçün siyasi mübarizə aparan, bu yolda fədakarlıq göstərən Azərbaycanın gerçəkdən də milli qəhrəmanıdır. Və biz əlimizdə olan imkanlardan istifadə edərək ona arxa dayaq çıxmalıyıq, ona sahib çıxmalıyıq. Usanmadan onun azadlığını tələb etməliyik. Kim hansı formada bacarırsa, o şəkildə bu tələbi daimi olaraq təkrarlamalıdır.
Sağ olun dəyərli dostlar, gecəniz xeyrə qalsın. Və ümid edirəm ki, biz bu acı xəbəri almadan Tofiq Yaqubunu azadlıqda görəcəyik və buradan Azərbaycan hakimiyyətinə də səslənirik ki, məsuliyyətlərini dərk etsinlər. Azərbaycan xalqının gerçəkdən milli qəhrəmanını azadlığa buraxsınlar və bunca apardıqları bu təbliğat, təşviqat o həqiqəti dəyişə bilmədi ki, heç kim inanmadı ki, Tofiq Yaqublu həqiqətən də onun boynuna qoyulmuş o cinayəti törətmiş şəxsdir. Əslində, hər kəsə bir daha aydın oldu ki, bu ölkədə yaşamaq həqiqətən çətinləşibdir. Bu ölkədə haqq sözü deməyin bədəli Tofiq Yaqublunun aqibətini yaşamaq ola bilər. Amma bu da çıxış yolu deyil. Çünki Tofiq Yaqublu əgər bizim aramızdan getsə, bu onsuz da hakimiyyətlə xalq arasında çox böyük uçurum var bu günləri və bu uçurumu bu daha da dərinləşdirəcək. Və bu dərinləşmə də davam etdikcə bu qarşısı alınmaz bir prosesə çevriləcək. Onsuz da Azərbaycan xalqının vəziyyəti, sosial-iqtisadi vəziyyəti, siyasi özünü ifadə forması yetəri qədər yox, çox acınacaqlı bir vəziyyətdədir. Və Azərbaycan əsas gəlir mənbəyi olan bu karbohidrogen ehtiyatları, neftdən, qazdan gələn gəlirlər də günü-gündən azalmaqdadır. Və Azərbaycanı bu templə davam etsə, qarşıda çox böyük sosial-iqtisadi problemlər gözləyir və bunun üzərinə də Tofiq Yaqublunun ölümü bu Azərbaycanda bir xaosun başlanmasına səbəb olar. Nə qədər gec deyil, bu vətən fədaisini azad etmək lazımdır. Sağ olun dəyərli dostlar, gecəniz xeyrə qalsın və hər birinizdən ricamız və xahişimiz ondan ibarətdir ki, Tofiq Yaqubluya usanmadan azadlıq tələb edək.